Hər vaxtınız xeyir olsun, əziz izləyicilər, əziz futbol sevənlər. Bugün sizinlə Qarabağ-Napolinin oyununu analiz edəcəyim. Oyun noyabrın 25-idir, saat 00:00-da, yəni saat gecə 12-də Qarabağın itkilərini nəzərə alaq. Qarabağda Napoliyə qarşı çıxış etməyəcək futbolçular Kadidir. Kadi Borges bildiyiniz kimi Chelsea qarşı zədələnmişdi. 8 həftə yaşam meydanlardan uzaqdır və Elvin Şəfərquliyev. Dəqiq deyil, yəni o haçan sağlayacaq Napolinin oyundan sonra yoxsa Napolinin qabaq, amma yəni də zədəldir. Əsas heyət belə olacaq əgər Elvinlə Kadi Borges oynamasa. Qapıda Mateusz Kochalski, sol müdafiədə Toral Bayramov, orta müdafiədə Kevin Medina ilə Bəhlul Mustafazadə, sağ müdafiədə Mateusz Silva, dəyaq yarım müdafiədə Pedro Beccario ilə Marko Yankovic, hücumeli yarım müdafiədə isə Emanuel Attayi, sol winger Abdullah Zubir, sağ winger Leandro Andrade, orta hücumda isə Camilo Duran. Yəni əgər Elvin Şəfərquliyev oynasa Toral Bayram vəziyyətdə olmayacaq, amma o oyunu oynamasa Toral Bayram olacaq. Napolinin Qarabağ qarşı çıxış etməyəcək futbolçular baxaq. Qapıçı Alex Meret, Gilmour, Kevin De Bruyne, Lorenzo Luka, Romelu Lukaku və Samuel Wan-Bissaka. Yəni yarım müdafiələrin çoxu oynamayacaq, yəni Gilmour, De Bruyne, Wan-Bissaka. Yəni çox vacib oyunculardır. Yəni çox əla bir oyuncular yarım müdafiə olaraq. Baxmayaraq ki, Kevin De Bruyne 35 yaşı olsa da çox beyinli oyuncudur, yəni çox əla. Qol ötürməli olur. Yəni onların oynamamağı da bizim heyrimizədir, amma can sağlığı deyək Napolinin futbolçularına. Antonio Conte, Napolinin baş məşqçisi. O çox əla bir baş məşqçidir, çox böyük uğurlar əldə edib. Yəni məsələn Chelsea, Inter, Juventus, Tottenham kimi komandalar çalışdırıb. Bir dənə Tottenham çox zəif çıxışlar olub baş məşqçi olaraq. Yəni Chelsea, Inter, Juventus çox əla baş məşqçilik edib. Serie A-da, yəni İtaliya çempionatında 2023-24 mövsümündə Napoli 10-cu yerdəydi və 2024-25 mövsümündə Antonio Conte gəldi Napoliyə və birinci yerə gətirdi. Yəni ölkə çempionatlarında çox əla baş məşqçidir, amma Avrokuboklarda əla baş məşqçi deyil. Yəni bir dənə uğuru olub onun Avrokuboklarda, o da Interin Avropa ilə finala kimi gəlməyi idi. O da məğlub oldu Sevilla'ya. Napolinin zəif cəhətlərinə baxanda sürətli futbol oynamırlar. Yəni bildiyiniz kimi İtaliya çempionatında sürətli futbol oynamırlar. Elə də yəni Qarabağ ya aqressiv oynasa, yəni bildiyiniz kimi çox belə sürətli futbol oynayır Qarabağ. Onda Qarabağ udma şansı çoxalır. Gol vurmaqda da çətinlik çəkirlər, yəni son oyunlarda çox az top vururlar, yəni 3-4 oyuna 2 top vururlar belə hardasa və əvəz etmələri də zəifdir. Yəni Kevin De Bruyne'dir, Wan-Bissaka, Lukaku Meret'in oynamamağı da daha çətinlik çəkirlər. Yaşlı oyuncular da çoxdur əslində və naqlus qolur futbolçulara, yəni zədələnirlər. Böyük onlardan müdafiə problemləri. Məsələn, PSV-yə qarşı 6 top buraxmışdı. Yəni düzdür, PSV özü də böyük komanda deyil elə də, amma uğur olub Hollandiyada. Bombardirləri yoxdur demək olar ki. Düz Lukaku var idi, amma o Qarabağ qarşı çıxış etməyəcək. Lorenzo Luka'da bir dənə Rasmus Højlund ümidi var Napolidə. Başlanğıcda Napoli çox sürətli futbol oynayır. Yəni çox aqressiv pressing eləməyə başlayır. Amma 30-cu 40-cı dəqiqədən sonra temp düşüşlüyü yaşayır və o dəqiqələrdə Qarabağ özünə gəlir. Yəni əgər Napoli birinci vurursa, Qarabağ 20-ci dəqiqədən sonra özünə gəlir və qol da vura bilir. Ona görə o da bizim xeyrimizədir. Napolinin güclü tərəflərinə baxanda isə topu çox saxlayırlar, çox pas verirlər, çox saxlayırlar. Yəni o da
bir üstün cəhətdə olar da yaxşı başlanğıcdır, amma axırıncı dəqiqələrdə, yəni sonuncu dəqiqələrdə temp düşüşlüyü olur və zəifləşir. Yəni Qarabağda 20-ci 30-cu dəqiqədən sonra çox əla oynamağa başlayır, özünə gəlir, 2-3 top vura bilir. Ona görə Qarabağ istifadə edə bilər temp düşüşlüyündən Napolinin. Müdafiələri də güclüdür, yəni solla sağ müdafiələr hücuma gedir və sürətli şəkildə hücum eləməyə başlayırlar. Yəni və standart vəziyyətdə də güclüdürlər. Standart vəziyyətdə də qol fərqlənə bilirlər. Müdafiələri də güclüdür. Yəni müdafiə futbolu biraz, amma az da top buraxırlar. Yəni son 5-6 oyuna 2-3 top buraxır. Və onların da bir dənə bir şey üstünlüyü var ki, yəni ev oyunlarında bir ildir məğlub olmurlar. Sonuncu dəfədə dekabrda məğlub olublar 2024-də Lazio'ya qarşı ev oyununda. Amma inşallah Qarabağ tilsimi qədər Napolinin ev oyununda məğlub olmadığı oyunlardan. Baxın, belə oldu xəbərlər. İnşallah siz də bildiniz ki, yəni Napolidə hələ də güclü komanda deyil. Yəni düzdür, biz Chelsea bərabər qaldıq. Amma Napoli öz yerində oynayır. Yəni onlar da güclü oynayır. Yəni zəif komanda deyil. Yəni onların da uğur olub. Düzdür, Juventus, Milan, Inter komandadan kölgədə qalsa da, amma onlar da elədir geridə qalmır. Yəni baş məşqləri də güclüdür, amma uğurlar da zəifdir biraz. Bax, görək necə oynayacaq Qarabağ Napoliyə qarşı. Yəni Qarabağda da etkilər var, yəni Kadinin Elvin Cəfərquliyev olmaması da pis, amma Elvin Cəfərquliyev elə sual altındadır. Bilinmədə oynayacaq yoxsa yox. İnşallah Qarabağda yəni ümid eləyək. Sağ olun, salamat qalın.